Salam dostlar. Bugün proqramlaşdırmanın ən böyük dönüş nöqtələrindən birini edirik. OOP-ni. Yəni obyekt yönümlü proqramlaşdırma dünyasına giririk. Gözünüz qorxmasın. Çox bəsit və maraqlıdır. Bu videoda cəmi 3 əsas şeyi tam sıfırdan öyrənəcəyik. 1. Klass nədir? 2. Obyekt nədir və necə yaradılır? 3. Obyekt metodları nədir? Deməli, videonun sonuna qədər izləyin. Çünki dərsin sonunda bu mövzunu tam professional səviyyədə başa düşəcəksiniz və bilmiş olacaqsınız. Heç vaxt itirmədən gəlin başlayaq klassımıza. Yəni birinci öyrənəcəyimiz şey nədir? Klass. Klass nədir? Klass nədir? Gəlin real həyatdan bir bənzətmə edək. Klass əslində proqramlaşdırmada bir şablondur, bir eskizdir. Təsəvvür edin ki, bir dənə memar bina tikmək istəyir. Əvvəlcə onun kağız üzərində layihəsini, çertyojunu çəkir. Həmin o kağız üzərindəki plan hələ ev deyil, amma evin necə olacağını, evin bütün xüsusiyyətlərini göstərir. Və buna əsasən də yeni ev tikilir. Amma proqramlaşdırmada da həmin o layihəyə qəlbə biz klass dedik. Bəs yaxşı, ə, biz bunu Dart dilinə necə başa salırıq ki, bu klassdır? Bunun üçün biz sadəcə ilk olaraq class key-dən istifadə edirik. Class key balaca hərflərlə yazılır və heç nəsiz yazılır. Sadəcə class. Classdan sonra biz yaradacağımız şablonun, yəni klassın adını veririk. Məsəl üçün, mən bir dənə car klassı yaradacağam. Bu car klassının içində həmin maşın, yəni Azərbaycanca yazsam da bundan sonra maşın yaradacağam. Həmin maşının xüsusiyyətlərini hesablayacağam. Maşının hansı xüsusiyyətlərə əsaslı? Modeli, ili, brendi, elə bu üç xüsusiyyəti saxlayaraq. Gəlin indi yazaq maşın. Maşın klassını yaradandan sonra fiqurlu mötərizə ilə onun body hissəsini tutacağam. Body hissədə mən həmin bu maşının xüsusiyyətlərini saxlayacağam. Maşınımızın birinci xüsusiyyəti string tipində olan onun brendidir. Brend yazacağam. Brend bərabərdir tapçıq Toyota. Toyota. Əla. İkinci maşınımızın modelidir. Maşımızın modeli nə olsun? Modeli bərabər olsun 100. Maşımızın modeli olsun 100. Daha sonra bir də 100'ümüzün il olsun. Maşımızın il olsun. İnteger il bərabərdir 2024 ay. Bəli. İlini yazdıqdan sonra davam edək. Deməli, mən indi bu maşını şablonunu çəkdim. Yəni maşının bir brendinin, modelinin, ilinin olduğunu şablonunu çəkdim. Amma bu hələ bir maşın deyil. Mən bundan maşın yaratmaq istəyirəmsə, bunu proqramın giriş qapısına, yəni main funksiyanın içində yazmalıyam da. Yəni biz bilirik ki, main funksiyası bizim həmişə nədir? Konumuzun başlanğıcı, yəni start nöqtəsidir. Main funksiyamızı yazdıq. Main funksiyamızın içində biz indi bu maşını çağıracağıq. Amma necə çağıracağıq? 1. Hansı şablondan istifadə ediriksə, birinci o şablonun adını yaz. Biz hansı şablondan istifadə edirik? Maşın şablonundan istifadə edirik, düzdür. Gəlirəm o zaman mən yazıram ki, maşın şablonunu yaratdım. Bu maşın sözündən maşın şablonundan mən nəyi yaradacağım? Hansı obyekt yaradacağım? Mənim maşınımı yaradacağım. Mənim maşınım deyə, tutaq ki, mənim maşınım. Mənim maşınımı yaradacağam. Yaxşı, bu mənim maşınımın hansı şablonundan çağıracaqdım yenə də bu şablondan çağırıram, bu şablonu funksiya kimi çağırıram. Yəni maşın. Bu şablon olaraq hər dəfə istənilən obyekt yaradılanda bu cür edərək obyekti yaradırıq. Gəlin indi nəyə baxaq? Gəlin indi biz görək bizim maşınımızın, mənim maşınımın ili nədir? Daha doğrusu brendi nədir? Yəni maşının, mənim maşınım çıxdı. Mənim maşınım nöqtə. Buna deyirəm brendi nədir görək. Gəlin. Refresh elədik. Yəqin ki, çıxacaq tabii. Bəli, çıxdı tabii. Niyə? Çünki mən mənim maşınım adında bir maşın yaratdım. Bu zavoddan mənim maşınım adında bir dənə maşın yaratdım. Və mənim maşınım, bu zavodda mənim maşınımın brendi nədir? Toyota'dır. Toyota gəldi, çıxdı bura. Və yaxud da mənim maşınımın ili print. Mənim maşınım.
Nöqtə qoyanda avtomatik o obyektin metodu çıxır. Hansı metoduna baxacaq? Modelinə baxacaq. Refresh edirəm. Bəli. Plus çıxdı. Yəni mənim maşınımın modeli gəlir, düşün ki, buradan gəlir bu maşının içinə girir, bu maşının içinə gəlib buradan çıxandan sonra gəlib modelinə baxır, plus gəlib ekrana yazdırır. Yəni bizim bu maşınımızın funksiyası olsun, yəni mühərriki şəkil olsun. Yazsam void, ama artıq İngilizcə yazsam. Start engine yazdım. Yəni mühərriki şəsa. Yazsam ki, bura cleaning. Məndən vuran yazım. Vuran. Bunun kimi bir şey yazdım. Nə yazım? Motor işlədi. Motor işlədi. Bunları silirəm. Gələm məndə mənim maşınımı kodlamalı. Mənim maşınımı kodlayım. Mənim maşınım da bu zavoddan çıxdığı üçün mənim maşınım nöqtə start engine desəm, mənim maşınımın mühərriki kodlanacaq. Təşəkkür edirik. Hoppa, motor işlədi. Mən maşınımı kodlaya bildim. Əla. Bura qədər hər şeyi əladır. Mövzunu məncə tamamlayıq. Amma burada real layihələrdə qarşımıza çıxacaq böyük bir səhvimiz var. Bizim bu maşın şablonumuz var. Bu, biz buradan 5 dənə maşın yaratsaq, hamısının markası məcburi olaraq Toyota, modeli məcburi olaraq Prius olacaq. İli də məcburi olaraq 2024 olacaq. Aslında real həyatda zavoddan fərqli maşınlar çıxır. Bunun üçün bizim köməyimizə konstruktor, yəni qurucu metod çatır. O obyekt yaradılan zaman həmin an işə düşür və hər obyektin özəl xüsusiyyətlər, yəni hər obyektə özəl xüsusiyyətlər verməyimizə bizə kömək edir. Gəlin bu klassımızı tam professional və tam dinamik edək ki, biz hansı maşını istəsək bu zavoddan yarada bilək. Necə edirəm? Mən əvvəlcə göndəriləcək bütün şirkət bunu daha karyazatları görəndə gözlərim. Karyazat, model yüzlü, hə. Gəlin indi bu brendi silək. Yəni bu brend bizə dinamik olaraq çöldən gələcək. Ona görə bunun içində təyin etmək bizə ehtiyac deyil. Model də çöldən gələcək, ona görə təyin etmək ehtiyac deyil. Bu ili də çöldən gələcək, ehtiyac deyil. İndi mən bir dənə burada konstruktor yazmalıyım. Konstruktor nədir? Konstruktor, yəni dediyimiz kimi, bizə çöldən xüsusiyyətlər gəlməyi işləyir. Yazım əvvəlcə karı. Bunun eyni adını yazsam burada. Kar. Sonra konstruktorunu açıram, mötərizəni açdım. Açandan sonra nə edirəm? Əvvəlcə yazıram ki, this brand. İndi başa salacağım bu this nə edir? This brand nöqtə this nöqtə modeli vergül this nöqtə konstruktorumuzla bitirək. Sonra gəlin elə bu mod istəsəmisiniz müəyyən edin. Buraya yazaq ki, dollar brand adlı maşının modeli. Toyota Prius'un takip. Toyota Prius'un dollar modelini yazaq. Motoru işlədiləcək. Tamam. Gəlin bu karı siləm. Təzən yaradım. Təzən yaradım. Yenə kar yaratacağım. My car yaradacağım. Bir də bu da iki dənə maşın yaradacağım. Biri mənim maşınım olacaq, biri dostumun maşını olacaq. My car yaradım. Bərabər hardan yaradıram bunu? Kar şablonundan yaradıram və onun funksiya kimi çağırmalıyım. Çağırmada gördünüz nə istədim? Məndən brand, model, dil istədi. Bu, siz açar sözü bilirsiniz neyindir? Mənim bunun içinə yazdığım dəyəri gedir buna bərabər eləyir. Həmin an yazdığım sözü modelin içinə mənimsədir. Kar şablonu içinə mənimsədir. Bunu səviyyəyə sağlamaq indi necədir? Mən maşının brendi olsun, BMW. Mən maşının olsun, BMW. Modelim olsun, M3. Yəni mən bunu da funksiyalardan yadınıza salım. Necə yazım, hansı tipdə qoymuşam, o tipdə göndərməliyim. M3.
ili olsun, ili integer deyə versiyasız göndərin. 2025. Əla. Düşdüm aşağı. Bir dənə şablon yaradaq. Həmin şablon nədən ibarət olsun? Mənim dostumdan olsun. Yazsam car, friend car, bərabərdir. Yenə car, sağladım. Bunun maşını olsun. Bunun maşını olsun Volvo. 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 Volvo'da nə var ki? İkisi 90 desəm. İkisi 90. Hepsi, ikisi 90 bence. Neyse, ne olur. Olsun hem 2019. Nöqtə vericini qoydum. Əla, gəlin indi nə edirik? Düşürəm buradan birinci öz maşınımı toplayıram. My car. My car. Nöqtə. Neynəməliyəm my car? Start engine. Sağladım. Düşdüm aşağı bir dənə dostumun maşını toplayayım. Benim car. Start engine. İndi nə edəcəm? Baxın, bu mən BMW yazanda bu gəlir, bu ziz açar sözünü aparır, tuğuyur bunun yerinə. Ziz açar sözü. Əslində bu belə yazılır da. Burada string brand, string model, string yer yazılandan sonra bir dənə konstruktor açıb yazırsan ki, this brand bərabərdir brand, this model bərabərdir model. Yəni bunun qısaltması. Elə bu mötərizənin içində yazdığım kimidir. Yəni mənim bura yazdığım dəyəri birbaşa this əsas sözü mənimsədir klasın içində. Neyini məndə? BMW-ni götürüb gətirib buradan atır bu brendin içinə, M3-ü götürüb gətirib atır bu modelin içinə, 25 içinə 25 də gətirib atır, burası printin içinə. Maşınlarımızı kodlayır. Refresh edirik, hoppa, ikimizin maşınımızı kodladı. Və bu, bura qədər dediyimiz hər şey qısaca xülasə edilir. Baxın dostlar, proqramlaşdırmanın təməli olan OOP-nin ilk adımı bu qədər bəsitdir. Klass yazdıq, adını böyük hərflə təyin etdik. Daxilində xüsusiyyətlər və metodlar yaratdıq. Baxın, bu xüsusiyyətdir. Bu metoddur. Konstruktor sayəsində fərqli obyektlər törədik. Növbəti videoda bu dərsin davamı olaraq bu məlumatları kənardakı müdaxilələrdən necə gizlədəcəyimizi öyrənəcəyik. Yəni, encapsulation mövzusuna öyrənəcəyik. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Növbəti dərslərdə görüşənədək.